Əliyeva Aidə Qədir qızı 1965-ci ildə Göygöl şəhərində anadan olmuş, 1982-ci ildə Məhsəti Gəncəvi adına Kirovabad Pedaqoji Məktəbinə daxil olmuşdu. 1985-ci ildə həmin məktəbin ümumi təhsil məktəblərinin ibtidai siniflərində tədris ixtisasını bitirmiş və 1990-cı ildən Göygöl şəhər Səməd Vurğun adına 3 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi işləyib. İşlədiyi müddətcə bir çox təlimlərdə olmuş və sertifikatlar almışdı. 2023-cü ildə isim layihəsinə qoşulmuş və 2023-2024-cü tədris ilində ilin müəllimi adını və Respublika üzrə ilin müəllimi adı ilə təltif olunmuşdur və bildirir ki, uşaqlarla işləməyi çox sevir. Bugün burada olmağıma çox sevinirəm. İkinci dəfədir Respublika üzrə ilim müəllimi adını almışam. Bunun üçün öz şagirdlərimə minnətdarlığımı bildirirəm ki, arzum budur ki, gələn ildə mən bu adı qazanım, layihədə iştirak edeyim. Respublika üzrə ilin müəllimləri və ilin məktəbləri təltif olunub. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən isim layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər isim layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də Müəllimlər günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə isim metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Təltif olunan müəllimlər isim metodikasının şagirdlərin inkişafında çox effektiv rol oynadığını və bu metodika vasitəsilə onların potensiallarını daha yaxşı aça bildiklərini vurğulayıblar. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.